Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyində duran məsələləri, Naxçıvan Muxtar Respublikasının konstitusiyasında dəyişikliklər edilməsi haqqında Naxçıvan Muxtar Respublikasının qanununu ikinci səsvermə və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsini diqqətə çatdırıb. Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin yaz sessiyasının 20 fevral 2025-ci il tarixli keçirilən iclasında Naxçıvan Muxtar Respublikasının konstitusiyasında dəyişikliklər edilməsi haqqında Naxçıvan Muxtar Respublikası qanununun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır. Gündəlikdə duran məsələ ilə bağlı Ali Məclisin Hüquq Siyasəti Komitəsinin sədri Əjdər Əliyev məlumat verib. Müzakirə olunan məsələyə deputatlardan Emin Şıxəliyev, Kamil Şükürov, Təxminə Babayeva, Əziz Qasımov, Qafar Qəmbərov və Xumar Məmmədova çıxış edərək münasibət bildirdikdən sonra qanun səsverməyə çıxarılaraq qəbul edilib. Bəxtiyar Məmmədov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası konstitusiyasına uyğun olaraq konstitusiyaya dəyişikliklər haqqında qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək. Gündəlikdə duran ikinci məsələnin Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş Nazirinin 2025-ci il 20 may tarixli təklifi Ali Məclisə daxil olub. Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra Rəfael Cəbrailoğlu Quliyevin Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Naziri vəzifəsinə təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı oxunub və səsə qoyularaq qəbul edilib. Rəfael Quliyev çıxış edərək göstərilən etimada görə minnətdarlıq edib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini bildirib. Bəxtiyar Məmmədov yeni vəzifəyə təyin olunması münasibətilə Rəfael Quliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Bununla da Ali Məclisin iclası başa çatıb.